3 manatlıq tripod yoxsa 13 manatlıq tripod? Bu gün sizlərə Temudan aldığım 13 manatlıq tripod və Zədələdən aldığım 3 manatlıq tripodun fərqlərini göstərəcəm. Burada əlimdə gördüyünüz 13 manatlıq tripoddur. Bunu Temudan sifariş etmişdim. Hardasa 2 ilə yaxındır istifadə edirəm. Heç bir problemi, qırılması yoxdur. Materialı çox gözəl, möhkəm materialdır. Bluetoothla telefona qoşulur və telefondan idarə etmək olur. İşığının parlaqlıq dərəcəsi də çox qəşəngdir. Sadəcə işığın zayıflığı biraz az qalır. Özünüz də videoya diqqətlə baxsaz, iki tripod arasındakı fərqi açıq-aşkar görəcəksiniz. Bu isə mənim Zədələdən aldığım 3 manatlıq tripoddur. Görünüşcə ikisi də eyni olsa belə, açılmağı çox çətindir. Plastiki ucuzvari plastikdən hazırlanıb. Digər tripodun üzərində qoloqram olmasına baxmayaraq, bunun üstündə heç bir qoloqram yox idi. Dediyim kimi, plastiki çox zəif olduğundan çox da cüzbəla açılır. İşığı üstündə qalmır, hətta yerə düşmüşdü. İkisinin işığı arasındakı fərqi göstərəcəm. Ucuz olanın işığında 2 səviyyə var, bahalı olanın işığında 3 səviyyə var. Uzanmaları eyni dərəcədə uzanır. Dəmirlər ikisində eyni materialdan istehsal olunub. Sadəcə plastik olaraq ən çox fərq görünür. Bu videonu çəkməkdə əsas məqsədim o idi ki, sizə iki tripod arasındakı fərqi göstərim. Əgər siz də sifariş etmək istəsəniz, biləsiniz ki, hansını alasınız. Bunları həm də selfie çubuğu olaraq istifadə etmək olur xanımlar. Yekunda sizə ikisinin də yerdə görüntüsünü göstərirəm. Bahalı olan ayaq üstləri rahat dimdik qalır, aşmır. Ucuz olansa elə bil indi bu dəqiqə qırılacaqmış kimi bir his verir. Mənim seçimim bahalıdan yana oldu. 10 manat fərqlə mükəmməl bir nəticə əldə edirəm və illərdir istifadə edirəm, heç bir problem yoxdur. Amma bu ucuz olanından mən də bir neçə ay istifadə etsəm, qırılacaqmış kimi bir hiss var içimdə. Bir müddət onu istifadə edib nəticəsini sizinlə bölüşəcəm, qırılıb qırılmadığını sizlərlə paylaşacağım. Videonu bəyəndinizsə abunə olun, hələlik.